Bir dakika bir yani. Dakika geldim. Geldim. Bu cümle inşallah fark etmemişti de. Bugün admindən gizli yaradıcı modda qalacağıq və survivallaymış kimi edəcəyik özümüzü, amma o biraz çətin olacaq. Nədir? Uçma zət yoxdur, çünki bu zaman admin fərq edə bilər. Admin hələ oyuna girməyibdir. Oyuna girəndən sonra uçmaq qətiyyən yoxdur da. Bunu kim edib bilmirəm. Əlində bir şey də tutub da elə. Amma Türkiyə bayrağı mı? Türkiyə bayrağıdır yoxsa mən elə gəlir? Türkiyə bayrağıdır bu. Yoxsa uçaqlar admin oyuna qatıldığı bir yerdən izləyir məni. Nəysə, qəsək. Başlayasın oradaymış. Herkese salam. Bu günləri sizinlə beraber Minecraft'ta adi survival geçiririk. Kim iniydi? Neyse gedək. İstəyimiz yoxdur. Ağac qazmamız lazımdır. Onu da bilirsiniz de ki ben buradaki ağaçlardan kazmalıyım. Bu bloklar ne? Değil. Ne? Yazık görmedi. Bunlar neydi şey? Ben bunlar başa düşmem. Aa karpuz. Bunlar niye göçmenli? Bunlar niye düşmedi? Bu nedir bismillah? Aa, bu çok güzeldi. Ben bundan götürümde bir tane ev iliyorum. Niye düşmüyor? Ben eşya. Bunlar da yaratıcıdan götürdüm ama görmediğim admini. Admin bilmiş ya ve yaratıcı moddayım. Kesey bütün nerede odun götürek ya da ilerlemeyek. Bildin neceydik? Böyle şey der ki siz bilesiniz ne yani ben oyunu size göstereyim de. Çok kolay konuşuyorum. Normal koyak. Yani bu biraz şey diye bu birinci bölümde. Çünkü ikinci bölümde
belə eləyəcəm. 3-cü bölümdə survival keçimdə admin çox merak etməsin deyə. Yəni evimiz elə obsidiandan olsun ki, canlılar gələndə evimə girə bilməsin. Birbaşa Nether'a getsin. Qaydanda da dünyaya qayıdacaq, evimə girəməyəcək bu vaxtda. Çox yaxşı ideya deyil. Çox yaxşı ideya deyil. Sizcə uşaqlar səncə nə? Seni elə almazdım da çaxmaq. Amma yox, necə gözəldirəcək. Yaradıcı modda elə düz eləyib almışam. Amma halda edə bilərəm. Uşaqlar, admin mənə güvəndə və oyundan 1 saatlıq çıxdı. Bizim çox vaxtımız var. Amma bilirsiniz, yaxşı xərcləməsi lazımdır. Elə vaxt sərf etməliyik ki, məsələn, buraya edə bilərik. Şunlara evin içi belə elədim. Portala da girməyim deyə belə şey düzəltdim. Arxadan da evin görünüşü belədir. Yəni çox gözəl olmuş sayılır, değil mi? Yəni mən əziyyət elədim bunu. Yəni nə olar hər gün. Mən yatımlar. Neyse uşaqlar, evimizi hazırladıq. Onsuz da burada belə. Neyse, bugünlük bu qədər uşaqlar. Bir də kameranı açım belə. Bugünlük bu qədər uşaqlar. Hər kəsə sağ ol deyirəm. Bye bye uşaqlar, gamerlar. Fərqi yoxdur. Hər kəsə sağ ol. Bir də aşağı düşüb kanala like atıb abunə ola bilərsiniz, zəhmət olmasa. Amma nə olar da?